soruşduq. Yeni Azərbaycan qəzetinin bir həmişə saytında, qəzetdə Heydər Əliyevin sinxozda dediyi fikir gedir. Amma siz çıxandan sonra o fikir ta getmədi. Vallahi bilirsiniz necədir? O görünür mənim adımın çəkildiyinə görə onu oradan çıxardıblar. Amma yəni onu düz eləməyiblər. Mən sizə bir söz deyim. Yəni o cür hərəkətlər görünür insanın özü ilə bağlıdır. Mən məsələn bizim evimizdə mən gözümü açmışam. Mən uşaq vaxtında Stalinin şəklini görmüşəm. Portreti, yağlı boya ilə işlənmiş böyük portreti. O şəklində maraqlı tarixçəsi var. Stalin 20-ci qurultaydan sonra Stalinin üstündən xətt çəkiləndən sonra o Stalinin adını, fəaliyyətini xatırladan nə varsa hamısı yığışdırılırdı. Və Stalinin o şəklini məktəbdən çağırıb aparıb atıblar zibilliyə. Mənim babam o şəkli götürüb evdən asmışdı. Düz nüvəli çıxana qədər o şəkil oradaydı. O qalırdı orada. Yəni mən bax belə bir mühitdə böyümüşəm. Məsələn, mən elə şey eləmərəm. Məsələn, kiminsə adı Heydər Əliyevin əgər orada sözü varsa, tutaq ki, mənim haqqımda yox, başqası haqqında deyil. Məsələn, mən Heydər Əliyevin sözlərini redaktə eləmərəm. Yəni, mən o özümdə o cəsarəti tapıram. Əslində Heydər Əliyev onu qəzetə deyil. Qəzetə deyil. O da bizim üçün xırda məsələdir. Bu qəzetdən ayrılma prosesi üzmə çox maraqlıdır. Necə oldu? Qəzetdən bir gün çağırdılar, dedilər ki, kim dedi? Məsləhətçi Yeni Azərbaycan Partiyasının icra katibi Əli müəllim dedi ki, Yeni Azərbaycan Partiyasının idarə heyəti belə qərar alır ki, siz Yeni Azərbaycan qəzetindəki fəaliyyətinizi xitam verəsiniz. Mən dedim, heç bir problem yoxdur. Və onunla da Yeni Azərbaycan qəzetindən aralandı. Danışmayın, nəsə bir əsaslandırma olmalıdır, bir izahat olmalıdır, bir qərar olmalıdır, nəyə görə? Heç maraqlanmadınız. Yəni, mən belə başa düşdüm ki, mən Yeni Azərbaycan qəzetini bir növ partiya çərçivəsindən çox kənara çıxartmışam. Və mənim şuurumda, ağlımda dərk elədiyim qəzetçilik əslində o idi. Elə deyil, mən hesab eləyirdim ki, qəzet əgər oxunmursa, o nə partiyanı təbliğ eləyə bilər, nə dövləti. Əslində oxunan qəzet partiya xeyir verir. Əlbəttə, qəzet oxunmursa, bəzən mən çalışırdıq ki, bütün siyasi spektrin əks elətdirək qəzetimizdir. Məqsəd də nə idi? Tutaq ki, bizim mövqeyə uyğun olmayan bir adam bizim qəzetdə müsahibə verir. O həmin müsahibənin, əks cəhbənin, qarşı tərəfin nümayəndəsidir. Müxalifətin nümayəndəsi. Həmin müxalifət nümayəndəsi bizim qəzeti yəqin ki, alıb evinə aparır. Elə deyil. Evdə onun yoldaşı oxuyur, uşaq oxuyur. Həm də bizi təbliğ edir, həm də bizim haqqımızda təsəvvür yaranır. Orada o müsahibə verən atasına deyir, anasına deyir ki, siz bu demokratiyadan danışırsınız, bunlar sizdən demokratdırlar ki. Elə deyil. Təbliğat belə olmalıdır həm də. Görünür, yəni elə məsələlər var ki, mən ondan maraqlanmadım. Belə məsləhət oldu, sağollaşdıq, vidalaşdıq, elə bir. Mənim də elə bir problem görürlər. Alışmam, sonra da deputatlıqdan... Yox, mən ondan əvvəl 2005-ci ildə mənim deputatlıq səlahiyyətlərim bitmişdi. Mən 2007-ci ildə qəzetdən çıxdıq. Yəni, o proses əslində gedirdi. Bir neçə il getdi deyəsən o müəyyən... Mən az da işləmədim axı. Mən Yeni Azərbaycan qəzetindən 91-92-ci ildə Yeni Azərbaycan qəzetində 93-cü il ilk nömrəsi çıxandan sonra əvvəl Aydınlıq qəzetində işləyirdim. Sonra 93-cü ilin də birinci nömrəsi çıxmışdı Yeni Azərbaycan qəzetinin. Mən gəldim, Xeyrəddin Qoca ilə tanış olduq və ondan sonra 93-cü ildən 3-cü kursda oxuyurdum Bakı Dövlət Universitetinin Filologiya fakültəsində. Ondan Yeni Azərbaycan qəzetinə bağlandım və düz sonra oranın redaktor oldum, oradan da aralandım. Yəni, mənim həyatımın ən enerjili, ən şuurlu, yəni ən qaynar vaxtı Yeni Azərbaycan qəzeti ilə bağlı oldu. Niyə deyirəm? Çünki həm də Musa Musayev deputat idi. Bəli. Sizi birdən vurdular, tayfalıqsa deyəsən vurdular, efendim? Yox, mən sizə bir söz deyim, mən tayfa düşüncəsində olan məsələn, şuradaydı, Əmoğlu iki tanınmış simasız Musayevlər, ikisi də birdən parlamentdən kənarda qalır, ikisi də təxminən 10 il işsizdir. Elə Musa mənim də xeyrim var. Yox da, birisi onu da deyək ki, onu da dəyərləndirmək lazımdır. İki Əmoğlu birdən parlamentə düşür, burasını da deyin də siz. Niyə onun kənarlaşdırmasını o saat qabardırlar? Olsun, amma ən azı 10 ildə işsizdir də bu adam.
O da işsizdir, deyilmi? Bəli, o da işsizdir. Deməli, bu işsizdirsə, bu ailə var. İndi burada deyiblər, bu Fuad Qasımov soruşur ki, Agış bəydən soruşmaq yerinə düşərdi. Vaxtilə rəhbərlik etdiyi Yeni Azərbaycan qəzetinin kollektivindən çoxları ayrıldı. Onlardan vəzifədə olanlar varmı? Əlaqələri qalırmı? O vəzifə deyiləndə onların Agış bəyə kömək edirlərmi? Nə də olsa, haradasa 10 il olar ki, Agış bəy işsizdir. Yəni, yox, suala görə təşəkkür edirəm. Amma bilirsən, onlar çoxu mətbuat sahəsində işləyirlər, qəzetdə işləyirlər, mətbuat xidmətlərində çalışanlar var, çoxdur. Hətta biri deputat oldu da, deyəsən, sizin yerinizə gələn. Kim? Hikmət Babov. Hə, Hikmət müəllim. Hikmət bizim dostumuzdur. Yəni, Hikmət Babov ilə hələ qəzetdən əvvəl mən... Edən sizin haqqınızda yazsın deyəsən, o çıxartmışdı ha, qəzetdə. İndi o redaktordu çıxardır da, mən redaktor, mənim işim qarışmırdı o vaxt. İndi mən də onun işinə qarışa bilmərəm. Sizin haqqınızda. Hə, ola bilər, hə. Mən redaktor olanda mənim redaktorluq işimə heç kim qarışa bilmirdi. İndi ona görə də mən o redaktorun o hüquqlarını tanıyıram ki, redaktorun işinə heç kim qarışmamalıdır. Onu Hikmət müəllim çağırıbsa, çox sağ olsun. Yəqin ki, hansı argumentlər gətirib, onu çağırıb. Biz ona irad tuta bilmərik. Qəzetin redaktoru odur. Əslində, qəzetin siması redaktorun simasıdır. Həm də redaktordur. Qəzet, məsələn, redaktorun mövqeyi varsa, qəzetin mövqeyi olur. Redaktorun özünün şəxsi mövqeyi yoxdursa, xarakteri yoxdursa, yəni redaktoru həm də xarakter deməkdir. Xaraktersiz adam redaktor ola bilmir və o qəzetin xarakteri də ola bilmir. Təsadüfi deyil ki, Heydər Əliyev, o öndərimiz Yeni Azərbaycan qəzeti haqqında danışanda dedi ki, Yeni Azərbaycan qəzetinin xarakteri və onun fəaliyyəti bu qəzeti yüksək səviyyəyə qaldırıbdır. Yəni, o xarakter olmayanda təkcə qəzetdə yox, elə siyasətdə də belədir. Xaraktersiz heç nə alınmır. Onu soruşurlar ki, əlaqələr varmı? Onlar kömək edirlərmi? Yox, kömək deyiləndə onlar ayrı-ayrı mətbuat orqanlarda çalışırlar, mətbuat xidmətlərində çalışırlar. Onlar dövlət vəzifəsində işləyənlər yoxdur. Amma mən kömək üçün nəinki ona heç kimi müraciət eləməmişəm. Amma onlar mənim həmişə hörmətimi saxlayırlar. Və Agış müəllim, bu klassik sualdır. Ben necə yaşayırsınız? Obyektləriniz mi var, yoxsa dostlarınız mı var yaxşı? Mən yox, elə yaxşı, mən obyektim yoxdur, heç nə yoxdur. Müəyyən imkanlar var da, onlar da tükənmək üzrədir. Amma bəzi dostlar var, hərdən bir kömək eləyirlər, İnşallah, mən həmişə ümidlə yaşayıram. Nəcə, bax, 10 il bu hökumətdə nazir olan adam milyarder oldu, yaxtalar aldı, yüzlərlə villalar oldu. 10 il siz bu hökumətin partiyasının əsas qəzeti olursunuz, özünüzə bu şey demiş, bu el arasında. Vallahi, mən bilirsin necədir, çox təəssüf ki, belədir. Mən bəlkə də biraz bizim ailə tərbiyəsindən, məsələn, mənim atam Mevri rayonunun uzun illər rayon partiya komitəsinin 2-ci katib olub. Çünki o vaxt 1-ci katib qoymurdular. Azərbaycan qoymurdular. 2-ci katiblərdə sonra Telman Dilənyan gəldi bizə. Katib gəldi, 1-ci katib. Onu da xüsusi missiya ilə göndərmişdilər ki, partiya aparatında nə qədər Azərbaycanlı var, onları təmizləsinlər. O cümlədə mənim atamı kənarlaşdılar. Çox qəribədir ki, mənim atam rayon mərkəzində buna 3 otaqlı ev vermişdilər. Biz kətdə yaşayırdıq, o rayon mərkəzində. Mevridə. Çox qəribədir ki, məsələn, mən həyatımda o cür kristal insan görməmişim. 3 otaqlı ev vermişlər, işdən çıxandan sonra evi də təhvil verdi dövlətə. Amma verməyə bilərdi. Əlbəttə, o ev onundur da. Onu da təhvil verdi, gəldi dövlətə. Sonra biz qaçqınlıq şəraitində Ermənistandan köçüb gələndə Bakıda ən sonuncu ev alanlardan biri biz olduq. Yəni, bizim Bakıda evimiz yoxdur. Halbuki o vaxt 13 otaqlı ev olsaydı, dəhşətlərdi. Yəni, məsələn, mənim atamdan, məsələn, söhbət eləyəndə mənə həmişə deyirdi ki, misal çəkirdi, mənə deyirdi ki, çalış, malın, mülkün nökəri olma da, ona qulluq eləmə. Və mənə misal gətirirdi ki, bizim evimiz Balamgillə bir yerdə yaşamışıq biz. Sonra atam kəndin başqa bir yerində bir sahə götürüb, ev tikib. Deyirdi ki, mən ora 1969-cu ildə oranı başladıq, mən onda anadan olmuşam, mən anadan onda başlayıblar. Deyir, 71-ci ildə o ev tamamlandı, ora köçəndə məni apardılar rayona, atam deyir. Sonra da ki, bu proseslər başladı, mən dedi, o tikdiyim evdə
üst-üstə bir il yaşaya bilmədi. Ona görə həmişə deyirdi ki, indi Sovet dövründə deyirdilər ki, insanlar əşya xəstəliyinə tutulur və mənə həmişə nəsihət edirdi ki, çalış, mal, mülk sənə xidmət edəsin. Belə şeylərə aid olmaz və həmişə də Nizamidən o misalı mənə xatırladırdı ki, çoxlara dünyaya göstərdi həvəs, tikdiyi binada qalmadı heç kəs. Və atam mənə həmişə deyirdi ki, insan həyatda insanın bir missiyası var deyirdi. İnsan ləyaqətlə yaşamalı və ləyaqətlə də dünyadan köçməli. Hətta sənə bir epizod deyim. O qədər mən onun tərbiyəsinin təsiri altından heç vaxt çıxa bilmirəm. O qədər yəni alicənablıq, mərdliyi vardı ki, mən o dünyasını dəyişəndə ürəyi tutub, mən evdə olmamışam. Evdəkilər evdəkilər həyəcanlanıb, nəsə bir ağlamaq, qışqırmaq istəyib, son nəfəsində deyib ki, mənim məclisimdə səs-küy salmayın, o mənə yaraşmır. Yəni, atam onu da özünə yaraşdırmadı. Yəni, mən də elə şeylər var ki, o barədə ümumiyyətlə danışmağı, o barədə müzakirə aparmağı, biraz yekəxanalı çıxmasını heç vaxt özümə yaraşdırmamışım. Hamı necə biz də elə yaşayırıq. Məsələn, indi mən 10 ildir işləmirəm, bəs Kəlbəcərdə zindanda çürüyən Dilqəm neyləsin? Onun ailəsi neyləsin? Məsələn, indi şəhidlər olur. Biz indi onlara təsəlli veririk, ad verirlər, orden verirlər, fəxri adlar veririk. Amma valideynə, anıya oğlun qəhrəmanlığı yox, oğlun özü lazımdır. Elə də elə deyil. Bəs o ailələr neyləsin? Mən bunu pafosla danışmıyorum. Bu gerçəklikdir. Amma Alış bəy, bir şey etiraf edəyək ki, bu boyda imkanlarla bu dövlətdə hələ problemlər olmamalıdır. Güclü adamlar, ziyalı adamlar ömürlərini işsizlikdə çürütməməlidir. Çünki Azərbaycanın həddindən çox böyük imkanları var və siz bunu danışırsınız. Mən sizə bir söz deyim. Mən hesab edirəm ki, Azərbaycanın imkanları əlbəttə böyükdür. Hətta bu böhran səviyyəsində belə dövlətin imkanları qalır. Çünki dövlətin əsas valyuta ehtiyatları dollarlandır, xarici valyuta iləndir. Bu inflyasiya nəticəsində dövlət elə biraz da varlanıbdır. Yəni özünü qoruyub saxlaya bilibdir, o ehtiyatları saxlayıbdır. Azərbaycan da coğrafi məkandan elə bir yerdə yerləşir ki, məsələn, son vaxtlar görüşlər olur. O da təsadüfi deyil. Yəni Azərbaycanın seçmələri, Amerika Pentagonun qərargah raisinin, mən səhv eləmirəmsə, ilk dəfədir bura səfər edir. Yəni o səfəri başqa yöndən yönləndirirlər. Mən hesab edirəm ki, o həm də o bilirsən Amerikanın regiona marağını nümayiş elətdirir. Yəni ilk dəfədir Müdafiə Nazirliyi gəlir regiona, Azərbaycana gəlir. Yəni bu elə belə məsələ deyil. Həm də Azərbaycana maraqdır, regiona maraqdır. Azərbaycan da bu regionda açar rol oynayan bir ölkədir. Onun lideri də Cənub Qafqazın lideri olan bir dövlət başçısıdır. Və təbii ehtiyatları var, qaz ehtiyatları var, neft ehtiyatları var. Və mən inanıram ki, Cənab Prezident bu problemlər barədə düşünür. Sadəcə olaraq müəyyən elə məsələlər var ki, mən sizə bir söz deyim də, mən bir dəfə də demişəm, bir də təkrarlamaq istəyirəm. Tutaq ki, siz mənim nəşriyyatın qabağında qarşıladıqda birinci mərtəbədə. Biz birinci mərtəbədə baxanda tamam fərqli şeylər görürdük. İndi durub bu ikinci mərtəbədən baxanda fərqli şeylər görəcək. Elə də elə deyil. Yəni hər mərtəbədən baxanda tamam başqa şeylər görünür və daha dəqiq mənzərə görünür və o mənzərəyə görə də qərarlar qəbul olunur. Kadrlar olur, məsələn, yaratmaz kadrlar var. Bu yaratmaz kadrlardan kimsə ortalana bilir. Elə də elə deyil. Xəyanətkar kadrlar var. Məsələn, vaxtilə Heydər Əliyevin şəklini başının üstündə asıb altında fırıldağına, xəyanətlə məşğul olan adamlar var. İndi Cənab Prezidentin şəklinin altında fırıldağına məşğul olanlar var. Heydər Əliyevin heykəli qarşısında təzim eləyib, fırıldağına, xəyanətlə məşğul olan adamlar var, həmişə də olacaq. Amma bu həll edici deyil. Məsələn... Amma heykəli də yazana 10 il vermək olmaz da, alışma. Bilirsən necədir? Uşaqdır da. Bəlkə İngiliscə yazın. Mən sizə bir söz deyim də. Mənim o məsələlərdə münasibətim belədir. Mən heç kimi müqayisə eləmirəm. Məsələn, mən belə fikirləşirəm ki, biz öyrənmişik ki, ilanı ancaq öldürmək olar. Belə. Amma ilanın zəhərini çıxardı, ilan dərmanı düzəltmək olar.
Şəfa vermək olar. Şəfa vermək olar. Həm ilan da yaşayar, ekoloji tarazlıq da pozulmaz, həm də elə deyil. Yəni mən onun tərəfdarıyam. Elə şeylər, məsələn, biz dövlətin tarixində elə şeylər olur. Bu dövlət maşını elədir ki, qatar gedir də, qatar gedir. Məsələn, qatar adam vuranda maşinisti cinayətçi aşınırlar, o gedir. Amma Jiguli vuranda, xırda maşınlar vuranda o məsuliyyət daşıyır. Bu qatarın qabağına çıxmaq olmaz. Qatarın qabağına çıxmaq olmaz, dövlətə mane olmaq olmaz. Dövlət gedir. O xırda kadrlar olacaq. Məsələn, sən təsəvvür elə ki, məsələn, siz mənə deyirsiniz ki, saat 10-da gəlin bura. Mən 10-da gəlirəm. Siz deyirsiniz ki, siz hansı taksi ilə gəlmirsiniz. Mən deyirəm ki, filan kəsinə. Siz deyirsiniz ki, o taksi şoferinin bilirsiniz, o yaratmazdır, şəxsiyyəti yoxdur, nə bilim, cinayətkardır. Onun şəxsiyyətinin olmaması, cinayətkar olması heç bir əhəmiyyət həll eləmir. Məsələ olur ki, mən saat 10-da gəldim, çatdım bura. Bax, məsələ budur. Azərbaycan dövlətini idarə edən birinci şəxs Azərbaycanın dövlət maşınının harda, nə zaman, hara çatdırmaq lazımdır, o, onun öhdəsindən çox məharətlə gəlir. Bu problemlər var, komandada problemlər var. Məsələn, o günü... Mən onu soruşmaq istəyirəm. Mən deyim, məsələn, nədir? Bu heykələ bir söz yazılır. Bunu 5 günlük, 10 günlük inzibati cəza ilə və buraxıb ictimai qınağa tuş eləmək, onun atasının, valideynlərinin, anasının yanında tutaq ki, öz yaxınları ətrafında ictimai qınağa tuş eləmək də var. 10 il verir. Mən sizə bir söz deyim. Mən sizə bir söz deyim. Mən ümumiyyətlə, o hüquqi prosesdir. O hüquqi prosesi biz məhkəməyə göstəriş verə bilmərik. Onu qərara qəbul edən adamlar hüquqi təhsil olan adamlardır. O məsuliyyəti dərk edirlər. Biz onu göndərməsək, mən durub desəm ki, bu belə olmaz və yaxud belə olmalıdır, o prosesə müdaxilə eləməkdir. Elə də elə deyil. Burada artıq o 10 il iş alana qədər bu hüquqi proses keçib də, prosedur gedib. Biz onu təhlil eləyə bilmərik və müdaxilə eləyə bilirik. Amma ümumiyyətlə mən, məsələn, o vaxtda müəyyən fikirlərimi deyirdim. İndi məsələn, mən hesab edirəm ki, Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir. Məsələn, Gül bayramı keçirilirdi. Mən hesab edirdim ki, məsələn, bir dəfə Facebookda da yazmışdım. İndi də buradan səslənmək istəyirəm ki, məsələn, Gül bayramının mən ləğv olunmasının əleyhinəyəm. O Gül bayramını niyə ləğv eləyirlər ki? Məsələn, Türkiyənin özündə Lalə festivalı keçirir. Bunun nəyə pisdir ki? Gül çiçək övqat yaradır, insanları sevindirir. Məsələn, mən özüm də gelib orada iştirak edirdim. Monitorinqlər də göstərir ki, gələnlər vardır. Mən üzr istəyirəm, mən başqa şey. Amma Heydər Əliyevin ad günün Gül bayramı ilə qeyd eləməyin bir məntiqi əsası olmalıdır. Heydər Əliyev elə şəxsiyyətdir ki, siyasi şəxsiyyətdir də. Heydər Əliyev haqqında keçirilən tədbirlər Heydər Əliyevin siyasi xarizmasını tamamlamalıdır. Nəinki tamamlamalıdır, hətta onun davamına çevrilməlidir. Məsələn, mən demişdim, indi də deyirəm ki, məsələn, Gənclər Forumu keçirilir fevralın ikisində. Mən hesab edirəm ki, məsələn, Gənclər Forumunun günün ləğv eləmək, mayın 10-da Heydər Əliyevin ad günündə keçirmək olar. Bu, həmin günü biz gənclərin ixtiyarına verək. Bu, daha gözəl, effektiv bir tədbir olar. Nəinki o bürokratik tədbirlər. Məsələn, elmi-praktik konferanslar, mən onu inkar eləmirəm. O konferanslar keçirirlər, elmi-praktik konferanslar, onlar bəlkə də zamanında öz rolunu oynayıb, öz işini görüb qutarıb. Onlara son qoymaq lazım. Mən hesab edirəm ki, Heydər Əliyevlə bağlı tədbirlərin formatı yenilənməlidir. Söhbət bundan gedir. Məsələn, siz də etiraz eləməzsiniz ki, məsələn, Gənclər günü Heydər Əliyevin ad gününə təyin olunur. Bu nə siyasi rəng var burada? Burada heç nə yoxdur. Qonşu qardaş Türkiyədə Mustafa Kemal Atatürk. Görürsünüz, ənənə də var. 19 may gənclər hansı gözəllikdir? Qoy Gül bayramıdır. Məsələn, Gül bayramı niyə ləğv eləyirik? Gül bayramı Lalə Gül bayramında keçsin Hacı Qala müəllim 30 iyuna sevgililər. Yox, elə həmin gün keçirin. Qoy elə həmin günü Gül çiçəyə və gəncliyin ixtiyarına verək. Qoy məsələn Heydər Əliyev haqqında hər hansı bir elmi praktik konferans keçirməkdənsə o Heydər Əliyev Gənclər Forumu Heydər Əliyevin ad gününü təyin eləmək və həmin günü gəncliyin ixtiyarına vermək. O yürüyüş keçirsinlər. Elə də elə deyil. Bir film nümayişi olunsun. Nəsə bir yeni bir şey tapmaq lazımdır. Şimdi Atatürk'ün ad günü də Gənclər və İdman bayramı. Yəni mənim sözümün cavabı ki, Heydər Əliyevlə bağlı olan tədbirlər Heydər Əliyevin siyasi portretinə yeni ştrixlər gətirməlidir, tamamlamalıdır. Nəinki tamamlayıb, onun davamına çevrilməlidir. Yəni Heydər Əliyev və gənclik və bundan gözəl vəhdət ola bilməz axı. Elə də elə deyil. Heydər Əliyevin də elə ən
etibarlı dayağı Azərbaycan gəncliyi. Qəzetlə bağlı bir sual var. Bir-iki sual var, onları verim. Arzu Abdullah. Adınızdadır bilmirəm. Təşəkkür edirəm. Yazır ki, yadımdadır. Yeni Azərbaycan qəzetində işləyirdim. O zaman bu Alqış Musayev də baş redaktor idi. Təsəvvür edirsiniz, redaksiyanın ayaq yoluna getmək üçün gərək uzun boğaz çəkmə geyeydin. Topuqdan yuxarı suyun içində idi ayaq yolu. Bu cəhənnəmə. Bir müsahibəmdə bəy ifadəsi işlətmişdim deyə az qalmışdı başına hava gəlsin. Hələ bunu da bağışlamaq olar. Amma mənim maaşımdan 14 manat kəsdi və bu 14 manatı mənə 14 dəfə tələb edəndən sonra verdilər. Bir köməkçisi vardı, mənə sual verdi ki, utanmırsan 14 manat davasını edirsən. Deməli, bunlar tələbənin, özü də kirayədə qalan tələbənin 14 manatını kəsir, amma tələbə haqqını istəyəndə utanmalıdır. Əcəb məntiqdir. Sualım isə belədir. Alqış Musayev zəhmət haqqımı kəsdiyinizə, mənə qarşı haqsızlıq etdiyinizə görə vicdan əzabı çəkdim. Yox, təşəkkür edirəm suala görə, amma mən oğlanı heç cür xatırlaya bilmədim. Yox, oğlan deyil, Arzu xan, Arzu Abdullah qızdır. Arzu Abdullah? Arzu Abdullah. Mən xatırlaya bilmədim axı. Onun biz əgər maaşını kəsmişiksə, sonra da veriblərsə, onun problemi həll olub da. Burada vicdanlıq bir məsələ qalmır axı. Nə deyib, sual verib. Təşəkkür edirəm. Məsələn, mən onu sadəcə olaraq o kitabla onu xatırlamaq istəməzdim də. Sadəcə olaraq özü yazıbdır. Namiq Salam soruşub ki, Alqış müəllim, Milli Məclisdə olanda satirik şair Mirzə Sakir onu və başqa deputatları təhqir etdiyini deyildi. Şairin cibindən narkotik çıxmağını necə eşitdimi, inandımı ki, şair narkotik? Yox, mən bu vaxtı nəsə oldu. Sualın ciddi əsası yoxdur, bazası yoxdur. Mən Mirzə Sakit məni təhqir eləməyib, mən də ümumiyyətlə Mirzə Sakit haqqında nəinki Milli Məclisdə heç yerdə heç nə danışmamışam, deməmişəm. Ola bilər o məni kimdənsə. Ülfət Ədalətoğlu. Alqış bəyə salamlayıram. Və bir sualım var, ekskluziv, bunu mütləq səsləndirin, zəhmət olmasa. Yaltaq insanlara münasibəti, yəni yaltaq insan deyiləndə nələr və kimlər yanadır? Yaltaq bilirsiniz necədir? Hər bir insanın xoş sözə ehtiyacı var. Xoş sözə. Kimsə tərifləyirsə, o tərifə layiqsə, bu yaltaq deyil. Amma yaltaq, məsələn, konkret situasiyada bilinir ki, bu yaltaqlıq nümunəsidir, yoxsa bu gerçəklidir. Bax, sizə bir fakt deyim. Bir dəfə bu Eldar İbrahimov ucuz istəyirəm deyildi ki, yaltaqlığın deyildi. Nə ziyan var ki, kim deyil ki, yaltaqlıq? Yox, mən istəyirəm, yaltaqlıq nədir də? Deməli, bir dəfə tədbirlərin birində bir nəfər çıxış edir. Mən adını deməyəcəm kimdir o. Yüksək səlahiyyət sahiblərindən biridir. Kifayət qədər açar mövqesi olan bir adam. Çıxış edir, deyir ki, bizim kəndimizdə bir xanım var. Bu xanım görkəmli dövlət xadimi Əziz Əliyevi siz yaxşı tanıyırsınız. Əziz Əliyev Cənub Azərbaycana gedəndə o gəlirmiş, həmin xanımın onların evində qalırmış, sonra keçirmiş Cənub Azərbaycana gedirmiş. Onun Əziz Əliyev haqqında çox böyük xatirələri var. Bu da, mən də qəzet redaktoruyum. Bu qəzet redaktoru üçün bu göydən düşmə bir xatirə. Mən o çıxışın qurtarandan bir 10 dəqiqə sonra əməkdaşlarımıza fotoqrafı göndərdiniz oraya. Fotoqrafı və bir əməkdaşımızı göndərdi həmin qadını. Tapdı. Bu Naxçıvanda olur. Yox, burada, yox, Bakıda olur. Bu qadını tapdı. Əməkdaşımız ona deyib ki, bax, belə bir nəfər sizin adınızdan istifadə edərək deyir ki, Əziz Əliyev o vaxt sizin qonağınız olub, oradan da Cənub Azərbaycana gedibdir. Çünki Əziz Əliyev bu vaxt Cənub Azərbaycanda fəaliyyət göstərib, baxın, siz yədiniz. O xanım deyib ki, bəli, həmin xanım mənə, amma mən Əziz Əliyevin üzünü görməmişim. Deyib ki, o kimdirsə, mənim adımdan istifadə edir, özün gözə gətirmək istəyir, diqqət mərkəzində. Bax, yaltaqlıq budur. Mən hesab edirəm ki, Əziz Əliyevin bu cür təbliğata ehtiyacı yoxdur. Kimsə olmayan şeyi uyur. Bax, bu yaltaqlığın nümunəsi budur. O məmur kim idi maraqlı? O məmur, məsələn, o məmur bir obrazdır. Onlarla, yüzlərlə elə məmur obrazı deyə bilərəm, məsələn. Yəni, özündən şey çıxartır. Özündən, bu, məsələn, bu yaltaqlıq belə olur da. Məsələn, sən idmançıya durub deyirsən ki, sən görkəmli yazırsan, bu yaltaqlıqdır.
Sən məmura deyirsən ki, sən gözəl yazdısansa, nə bilim, görkəmli fikir adamısan, bu artıq yaltaqlıqdır da, yaltaqlıq belə olur da. Amma kimsə haqqını sən haqq elədiyi ifadələri onun haqqında işlədirsən, bunun nəyi pisdir ki? Ağış müəllim, siz o haqda həmin adama dedinizmi ki, bu təsdiqlənməli, doğru deyil? Sonra mən o adamla əlaqə saxlamadım da. Məsələn, mən ona nə deyim ki, o doğrudan təsdiqlənmədi. Və bu yaltaqlıq belə olur da. Məsələn, sizə bir söz deyim, indi ictimai şuur çox həssasdır. Məsələn, Cənab Prezidentin axırıncı müşavirəsi var. Siz ona bu müşavirələri, o çıxışları mən diqqətlə izləyirəm. Deməli, mən nəyi müşahidə edirəm? Cənab Prezident çox mükəmməl bir çıxış elədi. Və çıxışının kənd təsərrüfatına aid olan hissəsində Cənab Prezident kənd təsərrüfatı ilə bağlı öz mülahizələrini, göstərişlərini, tapşırıqlarını verir. Çox əsaslandırmış şəkildə. Və mən zalı göstərirlər. Zalda əlaqəsi olmayan. Yox. Zalda Kənd Təsərrüfatı Naziri diqqətlə baxır. İndi mən diqqəti onun ordadır, mən onu hakim eləyə deyə bilmərəm axı. O diqqətlə baxır. Görüntü belə ki, diqqətlə baxır. Amma kənd təsərrüfatına aidiyyatı olmayan məmurlar, nazirlər prezidentin çıxışını olduğu üçün yazırlar. Nə yazırsan sən onu? Hə? Nə yazırsan sən onu? Bu artıq əslində yazmalı adam varsa, o kənd təsərrüfatı naziri. Yazmalı adam. Bəlkə də o kənd təsərrüfatı naziri, onların içində ən səmimisi odur. Elə deyil, səmimi görünən odur. Mən onu deyə bilmərəm ki, o səmimidir. Amma kənd təsərrüfatı naziri heç nə yazmır. Kənd təsərrüfatına aid olmayan mütəxəssis nazir dəftərə sən nə yaza bilərsən ona? Birinci prezidentin çıxışları televiziyalarda göstərilir. Qəzetlərdə çap olur. Sən doğrudan da sənə lazımsa o qəzetləri götür, stolu üstündə qoy, qeydlər elə. Orada da o ideoloji tezislər varsa, sən ondan götür istifadə edəcəksən. Bu artıq mən sizə bir söz deyim, məmurun rola girməsidir. Mən ara sıra Facebookda yazıram, amma o cümləni təkrarlamaq istəyirəm ki, artist rola girəndə sənət, məmur rola girəndə xəyanət də olur. Bax, elə adamlar mən çox görmüşəm, məsələn, prezidentin qabağında prezidentin sözünü təsdiqləyir kimi başını yırğalayan adamları, nehrə kimi çalxalanır bu adam. Sonra həmin adamların xəyanəti bütün dünyaya sığınır. Ölkəni ağzına götürür o adamların xəyanətləri. Bax, budur. Belə problemlər var. Amma mən hesab edirəm ki, bundan heç kim xali deyil. Heç bir ölkədə, məsələn, Atatürkün adını Atatürkə də xəyanətlər eləyən olub, hamısına olmayıbdır. Olub təbii ki. Təbii ki, olub. Yəni, biz elə şeylər var ki, biz ondan heç kim sığortalanmayıbdır. Elnuri Abışova soruşur ki, Alqış müəllimin fikrincə harada səhvə yol verir? Səhv deyiləndə, mən sizə bir söyləyim, mənim həmişə öz mövqeyim olub. Həmişə öz mövqeyim olub. Mən kiminsə xahişi ilə hansı addımı atmamışam, kiminsə xahişi ilə mövqe sərgiləməmişəm. Hətta mən kiminsə direktivləri ilə də hərəkət etməmişəm. Mənim öz mövqeyim olub. Mənim mövqeyim heç vaxt mənim sosial statusumdan yəni bağlı olmuyor, basılı olmuyor ki, mənim bu gün sosial statusum var. Mən bu cür düşünüm. Sabah sosial statusu dəyişəndən sonra mən 180-360 dərəcə dönüb, bu məndə olmuyor. Mənim mövqeyim olub. Mənim mövqeyimdən hansısa, mən hesab eləmirəm ki, mövqeyi olan adamlar heç vaxt səhv eləmirlər. Mənim ardıcıl, prinsipal mövqeyim var. Mən sizə də demişəm, yerdə təkrarlamaq istəyirəm. Mən öz mövqeyimdən nəinki 1 metr, 1 saniyyə, 1 millimetrdə geri çəkilən deyil. Bu nədir? Bu prezidentə sədaqət, yoxsa nə? Yox, söhbət elə hamıya sədaqətdən söhbət gedir. Mən dosta da sədaqətliyəm, uşağa da sədaqətliyəm. Mən uşağıma da yalan danışmıram. Yəni, hamıya münasibətdə belə sədaqət. Məsələn, elmə münasibətdə də belə sədaqət prinsipalam, qəzetçiliyə münasibətdə də. Məsələn, mənim ən çox sevmədiyim şey nədir? Yalan danışmaqdır. Mən, məsələn, bir adam hiss elədim ki, yalan danışır, mən o adamla münasibətləri kəsirəm. Çünki mənim ki, alınmır onu. Yəni, təkcə bir prezidentə sədaqətdən getmir, axı mənim həyatım təkcə, bizim həyatımız təkcə prezidentə sədaqətdən məhdudlaşmır axı. İndi rejim məsələsi çox önəmlidir. Məsələn, bəzi analitiklər hətta vəziyyəti çıxılmaz hesab edirlər. Bu vəziyyət çıxılmaz. Bir çox adamlar iqtisadi böhrana görə, məsələn, sizə bir söhbət söhbət edəndə vaxtımız varmı? Təbii ki. Bilirsiniz necədir? Məsələn, komandanı tənqid edirlər. Məsələn, o gün baxıram, eks-spiker Rəsul Quliyev. Deyir ki, o da deyir ki, ölkənin dalana gətirib söküblər çıxılmaz vəziyyətdə və komandanı tənqid edir. Burada bax bir sual da var, onu oxuyum, ondan sonra deyir. Emil Əfəndi deyir ki,
Bu yaxçılar hamısı bir bezin qırağıdır. Bunlara nə sual verəsən? Gəl gətirib dirədilər dalanır. Sağ olsun, Bu təşəkkür məsələ. edirəm. Təşəkkür edirəm. Ona xüsusi təşəkkür edirəm.